Salam əziz izləyicilərimiz. Biz bugün Liman şəhərində, Lənkəran rayon Liman şəhərində gözəl bir müəllimimizin evində qonağıq. Xoş gördük müəllim sizi. Çox sağ olun. Adınız, soyadınız? Adım Gülməmməd, familiyam Quliyev, Ziyalıoğlu. Neçənci ildə və harda anadan olmuşsunuz müəllim? 1950-ci ildə Deriş rayonunda anadan olmuşam. Çox gözəl. Hansı ali məktəb bitirmisiniz, hansı ixtisas üzrə dərs demisiniz? O vaxt Lenin adına o pedaqoji universiteti, indi Nəsrəddin Tusi adına adlanır. Pedaqoji universiteti, filologiya fakültəsini qurtarmışam. 50 ilə yaxın pedaqoji təcrübəm var. Bu illər ərzində Güyabi məktəbinin, Gecə məktəbinin direktoru olmuşam. Sonra bir nömrəli məktəbdə dərs hissə müdiri işləmişəm 25 ilə yaxın. Ümumi olaraq 50 ilə yaxın pedaqoji təcrübəm var, stajım var. Müəllimlik fəaliyyətinə nə vaxt başlamısınız? Hansı məktəblərdə dərs demisiniz? 72-ci ildə, 73-cü ildən pedaqoji fəaliyyətə başlamışam. Bir nömrəli məktəbdə dərs demişəm. Liman şəhər bir nömrəli məktəbində. Lakin qonşu kəndlərdə də elə vaxtlar oldu, elə dövrlər oldu ki, müəllim çatışmamazlığı ucundan oralarda da dərs demişəm. Məsələn, Ürgə adlanır, Ürgədə, Gölşaban kəndində, Nərimanbad 1-də müəllim işləmişəm. Müəyyən dövrlərdə. Ümumilikdə neçə il müəllimlik kimi fəaliyyət göstərsiniz? 48 ildir. 50 ili yaxın. Ömrünüzün yarı hissəsini, yəni sənətinizə qurban vermişsiniz. Fəxri adlarınız, mükafatlarınız olub müəllim? Fəxri adım baş müəlliməm. O dövrdə baş müəllim adı verilirdi. Baş müəllim adı almışam. Neçənci ildən təqaüddəsiniz mi? 63 yaş olanlar qədər 2013'dən. Müəllimlik sizin üçün nə deməkdir? Müəllimlik mənim üçün, mən ədəbiyyatı çox sevdiyim üçün ədəbiyyat müəllimi oldum. Hansı bir dahi deyib ki, ədəbiyyatı sevməyən ədəbiyyat müəllimi olmaz. Mən doğrudan da ədəbiyyatı çox sevmişəm. Şeirlər mənim ruhum olub, mən onlarla nəfəs almışam. Buna görə də ədəbiyyatı seçdim və bu sahədə də müəyyən müvəffəqiyyətlər əldə etdim. Çünki mənim dəstədiyim şairlər, sinif rəhbəri olduğum şairlər elmin müxtəlif sahələrində çalışır. Həkimi də var, polisi də var, hüquqşünası da var. Bu da sizin uğurlarınız. Bəli, bu da mənim uğurlarım. Müəllim olanlar da var, İngilis dil müəllimi olub, dil ədəbiyyat müəllimi olanlar da var. Bunlarla biz fəxr eləmişik. Yolunuzu davam elətdirdilər. Bəs yoldaşınız kimdir? Yoldaşınız kim olub? Yoldaşınız haqqında məlumat verərsiniz, adını, soyadını. Yoldaşım Quliyeva Əzəmət Qiyas qızı. Burada da əyləşib yoldaşınız. Mənim yanımda əyləşən xanımdır. Bəli. Onunla da 71-ci ildə ailə qurmuşuq. Hardasa şimdi 50 neçə il, 53 ilə yaxın eləyib. 53 ildir, 54 ildir ailə həyatımız sürür. İndi bundan sonra da Allah nə qədər ömür versə sürəcək. Allah ömrünüzü uzun eləsin, inşallah. O da evdar qadın olub əsasən. Müəyyən dövrdə də işləyib, bayaq dediyim kimi, tikiş sexində sex rəisi işləyib. Tikiş sexi vardı orada, Liman şəhərində. Onu da işləyib, 15 ilə yaxın orada işləyib. İndi evdar qadındır. Bağlarını böyütməklə, ailəsinə xidmət etməklə. Neçə evladınız var müəllim? Adlarını deyərdiniz sadəcə? 4 evladım var. Aydın, Yaşar, Günay, Elxan. Sizin yolunuzu davam elətdirənlərdən var evladlarınızda? Yox, övladlarım davam etdirir. Onlar ayrı peşəni seçiblər. Onlar mühəndisdirlər əsasən. 2 övladım mühəndisdir. Nəvə var müəllim? Neçə nəvəniz var? 10 nəvəm var. Nəticə var? Nəticəm yoxdur hələ. İnşallah ömür olursa və vəfayətçi olacaq. Müəllimin yoldaşı əyləşib yanınızda. Müəllim, sizi də salamlayırıq. Yoldaşınıza nə demək istəyərdiniz? Uzun ömür, can sağlığı arzulaya bilərsiniz. Mən çox sağ olun, dəyərli xatirələrinizi bizimlə bölüşdüyünüz üçün sizə minnətdarlığımızı bildiririk. Mən buradan gələcəkdə 5 il sonra, 10 il sonra, 2 il sonra sizə baxacaqlar. Gələcəkdə işləyən müəllimlərimizə, oxuyan şagirdlərə nə tövsiyə edərdiniz? Tövsiyə onu edərdim ki, təhsil millətin gələcəyidir. Hər bir insan təhsilli olmalı. Evdar qadın da olsa, evdar xanım da olsa, təhsil almalıdır.
xüsusən qızlarımıza, qadınlarımıza təhsil almaq daha çox vacibdir. Çünki oğlanlar nə qədər olsa bir fiziki işlə məşğul ola bilirlər, fiziki iş görə bilirlər. Amma xanımlar zərifdirlər. Onlara görə də onlara oxumaq, savadlanmaq daha çox vacibdir. Çox sağ olun müəllim. Bəs siz özünüz dərs dediyiniz şagirdlərinizə nə demək istəyərdiniz? Sizə baxacaqlar buradan. Özümün dərs dediyim şagirdlərimə mən vaxtında nə lazımsa demişəm. İndi onlara can sağlığı arzu edərəm. Arzu edərəm ki, onlar cəmiyyət üçün, xalq üçün, millət üçün sizin də yolunuzu davam dəyərli elətdirənlərdən övladlar var. olsunlar, dəyərli insanlar olsunlar. Çünki hər bir insan öz yaratdığı ilə yaşayır. Çox doğru. Ömür vəfasızdır, müvəqqətidir. Lakin bu ömür ərzində yaratdığın işlər səni yaşada bilir. Ona görə elə işlər görsünlər ki, yaşaya bilsinlər. Hörmət qazana bilsinlər. Bəli, hörmət qazana Hər bir sənətlərində. Çox sağ olun müəllim. Siz belə dəyərli xatirələrinizi bizimlə bölüşdünüz. Sizə minnətdarlığımızı bildiririk. Sağ olun müəllim. Qapınızı ən azından bizim üzümüzə açdınız. Siz sağ olun. Gəlmişsiniz, xatırlamışsınız, yada salmışsınız və bizi yaşatmaq istəyirsiniz. Mən də sizə təşəkkür edirəm. Öz adımdan, ailəm adından çox sağ olun, var olasınız. Sağ olun müəllim. Sağ olun.